Mən Azərbaycan ordusunun zabiti, silahlı qüvvələr veteranı, müharibə veteranı, aprel döyüşləri və vətən müharibəsi iştirakçısı polkovnik leytenant Alışov Bəhruz Ağabəyoğlu. Artıq bir aydan çoxdur bütün sosial şəbəkələrdə paylaşımlar etməyimə baxmayaraq mənim bu mülkümü Konstitusiyanın 29-cu maddəsi ilə qorunmuş mülkiyyət hüquqlarım tapdaladıb. Və Binəqədi rayon icra hakimiyyəti tərəfindən və ya dövlət şəhərsalma tərəfindən heç bir açıqlama yoxdur bu günə qədər. Mən çox xahiş edirəm aidiyyəti qurumlardan mənə dəstək olsunlar. Qanun nədirsə o olsun. Və bütün xalqımdan dəstək gözləyirəm. Bu videolar paylaşılsın, şərhlər yazılsın. Cənab Ali Başkomandanın qarşısına çıxsın ki, aidiyyəti qurumlar mənim haqqımı tapdalayıblar. Bu haqq yerdə qalmayacaq. Mən ölənə qədər bu haqq davamda mübarizəmi aparacağım. Heç kim məni yora bilməz. Bu haqq davamda geriyə dönməyəcəm mən.